Həftəlik bürclər Oğlaq, Boğa, Qız bürclərinin torpaq ünsürləri 16 martdan 23 marta doğru nələr gözləyir? Oğlaqlara başlayaq. Oğlaqlar yenə biz maddisal borclarımız, maddisal yüklənməyimiz, maddisal özümüzü parçalamağımız zaman çərçivəsində doğru ümidsizliyə gedir. Əgər bacarırsınızsa maddisal dəngənizi düzəldin. Əgər bacara bilmirsinizsə zaman çərçivəsinə doğru bir müddət geriyə çəkilin və maddiyyatın mübadiləsini etməyin. Və bu maddisal mübadiləsinin ən aşağısı 27 marta qədər etməyə ehtiyac yox. Çünki bizim hər israf etdiyimiz pul bizim şans olaraq, güc olaraq daha da bizi parçalamış, yarımçıq vəziyyətdə qoyacaq. Çünki pulla bağlı belə deyim də 3 gün çərçivəsində martın 23-nə qədər də ola bilər. Böyük bir yüklənmələrə, böyük bir israfa səbəb ola bilər ki, bir müddət çərçivəsində hansı yola gedəcəyimizi, özümüzü necə aktivləşdirəcəyimizi, dəngəmizi necə sağlayacağımızın balansını itirəcəyimizi göstərir. Şəxsiyyətlə əlaqədar olaraq oğlaqlar keçmişdən bağlı xəbərlər əldə edə bilərsiniz. Keçmişdən olan insanlara doğru meylənə bilərsiniz. Çünki yeni ayın da aktivləşməsi retro şəklində aktivləşir və sizi daha da meyləndirə bilər. Özünüzün keçmiş qorxularınıza doğru çevirə bilər. Bunlara fikir verməsiniz. Sağlamlıqla əlaqədar xoşuma gəlməyən boynumuzdan, düz onurğamızdan aşağı hissəsinin belə deyim də döngü hissəsinə doğru sinirsel belə deyim problemlərin normadan çoxluğu və mənə çatmayan nəfəs yollarınızda blokajların olmasıdır. Bunlara fikir verməlisiniz. Həftəlik olaraq ən vacib maddisal israfı, mədaxil və məxaricə fikir vermək lazımdır. Çünki 63% həftəvizi uğurlu edə bilərsiniz. Burada parçalanma var. Buğalara gələndə isə buğalar bu həftə yer dəyişməklə özünüzü transformasiya eləyəcəksiniz, yenilənəcəksiniz və bu həftə buğalar dəyişəcəksiniz, simanızı maskalanacaqsınız. Yəni insanlara əsl buğa olduğunuzu göstərməyəcəksiniz. Sanki insanların istədiyi kimi kamuflaj olacağınız bir vəziyyət, öz gücünüzü göstərəcəksiniz. İnsanları necə istəyirsə həmin insan formasına keçməyinizi bildirəcəksiniz. Ailə ilə özünüzlə əlaqədar olaraq hər şeyin komfortunu, hər şeyin transformasiyası, ölüm kartı yenilənmə, dirilmə, başlama, öz küllərindən alovlanma deməkdir və bu həftə 2 dəfə yenilənməyiniz olacaq. Bir cümə axşamı yenilənəcəksiniz, bir dəftənin bazar günündən bazar ertəsinə keçən zamanda aktivləşmə, güclənməyiniz normadan çox olacaq və bu sizi çox gücləndirəcək. Balansınızda aktivləşdirəcəksiniz, özgüvəninizdə bərpa edəcəksiniz və yenilənmiş bir vəziyyətdə buğalar afərin. 91%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Çox danışıb enerjinizi parçalamaq istəmirəm, çünki çox qəşəng gücünüz var və hər bürcə, hər insana doğru formalaşmağınız da yüksək səviyyədə olacaq. Çünki daxili gücünüz, inamınız, istəyiniz normadan çoxdur. Amma qız bürclərinə gələndə isə qız bürcləri bu həftə hər şeyi yerinə tuzdurmağa çalışacaqsınız. Mənə niyə belə etmirsən və məndən nə istəyirsən, hər şeyə cavab axtaracaqsınız. Sanki hər şey belə deyim də öz istədiyiniz kimi yönəltməyə çalışacaqsınız, amma bunu sevgi, istək çərçivəsində ən çox da istədiyiniz insanlarla bağlı balansı qura bilməyəcəksiniz. Həftənin sonlarına doğru pulla, maddiyyatla əlaqədar şanslarınız gəlir. Yeni bir alanda pul, maddiyyatla əlaqədar güclənməyiniz olacaq. Amma mənə çatmayan bir şey yarımçıqlıqlarınızın və fasilələrinizin boşluq olaraq, saniyə, saat olaraq çox güclü şəkildə olmasıdır. Yəni həftənin 2 gün işləyəcəksiniz, 3 günü dayanacaqsınız. Yəni sanki bilirsiniz necə zamanın israfını aktivləşdirmiş bir formanız olacaq. Bunun dəngəsini sağlamaq lazımdır. Enerjiniz gözəldir, şansınız, pul şansınız gözəldir. İnsanlarla çox kontakta girib çox danışmağa ehtiyac yoxdur. Çünki bu həftə sizin enerjilərinizdən istifadə edib təmiz enerjilərdən negativ enerjilərə doğru çevirə bilərlər. Məncə buna isə gərək yoxdur. Beyin və məntiqinizi tam stabil şəkildə aktivləşdirməlisiniz. Və yeni bir tanışlıq, yeni bir başlanğıc ola bilər qız bürcləri bu həftə ətrafınızda. Fikir verin, pis deyil. Çünki aşiqlər kartı gəlirsə, bu insan sizin daxil enerjilərinizə, sevgi hisslərinizə, qəlb enerjilərinizə aktivləşdirə bilər. Ümumi həftəlik 76%-ə qədər qız bürcləri uğurlu edə bilərsiniz. Həftəlik bürclər balıq, xərçəng, əqrəb bürclərinin su ünsürlərinin 16 martdan 23 marta doğru nələr gözləyir? Birinci balıqlardan başlayaq. Balıqlar necə başa salım sizə? Hara yol almaq istəyirsinizsə, hara getmək istəyirsinizsə, ora pozitiv enerji ilə gedin. Bu dəqiqə enerjiniz bax oynaq vəziyyətdədir. Bir gün aktiv olursunuz, bir gün pasiv olursunuz, bir gün hər kəsi qısıtlayırsınız, sabahsı gün sosiallığınızı bərpa edirsiniz. Qəlbə bir dəngəsizliyin, qəlbə bir boşluğun içərisindəsiniz ki, özünüzlə aktivləşmək, özünüzlə güclənmək barəsində, tamamlanmaq barəsində bəzi problemləriniz var. Həftə uğurlu bir həftədir. Problem sizin özünüzlə əlaqədardır. Nəyisə özünüzdə qəbul edə bilmirsiniz, ya bağışlaya bilmirsiniz, ya zamanı boşluqda qoyduğunuz. Nə
olubsa keçmişdə qal. Biz keçmişi düzəldə bilməyəcək qüvvədəyik. Başa düşürsünüz və keçmişi də gələcəyə aparmaqla biz gələcəyimizi bloklayırıq. Buna da ehtiyac yoxdur. Sizin keçmişdən gələcəyə doğru enerjilərinizdə ciddi bir boşluğun, yarımçılığın təsiri var. Emosionallığınız çoxdur. Ailə ilə əlaqədar əlaqənizi gücləndirəcəksiniz. Yeni bir xəbərlər, iş, pul, maddiyyat barəsində eşidəcəksiniz. Yeni bir enerjini aktivləşəcəksiniz. Sadəcə keçmişdə olan sərhədləriniz və insanların sizə doğru danışıqlarla əlaqədar olaraq özünüzdə mənciliyinizi gücləndirə, egovuzu aktivləşdirə bilməyəcəksiniz. Özünüzə dəyəri gücləndirə bilsəz, yeni tanışlıqlar, yeni başlanğıclar, yeni xəbərlər eşidəcəksiniz və yeni ay 19 martdan sizə doğru balıqlar aktivləşirsə, yenillənirsiniz və belə deyim də yeni bir simada, yeni bir düşüncədə aktivləşə bilərsiniz. Ümumi dəyərləndirsək 82%-ə qədər uğurlu edə bilərsiniz. Biraz beynimizi formalaşdırırıq. Xərçənglərə gələndə xərçənglər istəklərimlə həftəni idarə edirəm kimi aktivləşməyimiz var. Bəli, istəklərinizə görə də həftəni uğurlu edə biləcəksiniz. İstəklərinizə görə də belə deyim də hər şey mal-mülk olaraq, gedişat olaraq, aktivləşmə olaraq gücləndirə biləcək qüvvədəsiniz. Sadəcə olaraq şəxsi həyatınız sizin bütün istəklərinizin, bütün gücünüzün qabağına keçəcək. Şəxsiyyətlə əlaqədar alacağınız bəzi problemlər, düşüncələrinizdə olan xəyanət, yarımçıqlıq, o qədər yalanın belə deyim də dövriyyəsində fırlanmasını haosundasınız ki, özünüzü gücləndirə bilməyəcəksiniz. Bu yalan və yarımçıqları formalaşdıra bilirsiniz xərçənglər. Həftənizi uğurlu edə bilərsiniz. Gücünüz var, enerjiniz var, istəkləriniz var. Sadəcə bəzi yalanlar, bəzi güvənsizliklər, bəzi xəyanətlər sizin aktivləşməyinizi tamamilə zəiflədə bilər. Sizin də enerjiniz xərçənglər bu bürclərin içərisində ən pozitiv enerji və ən güclü enerjilərdən biridir. Bunu düzəltməyə məsləhət görürəm. Xərçəng kişilər həftənin sonlarına doğru daha çox soyuq olacaqsınız, daha çox hər şeyə qarşı laqeyd yanaşıb bivəc olmağa çalışacaqsınız. Bunu etməyə ehtiyac yoxdur. Sağlamlıqla əlaqədar olaraq boğaz, nəfəs sistemimizdə burun, nəfəs hamısı daxildir. Biraz xərçənglər buna fikir verməzsiniz. Zəif bir alandayıq. Əqrəbləri dəyərləndirəndə isə əqrəblər bu həftə pul maddiyyatla bağlı o qorxularınız, o yatırımlarınız, israflarınız hamısını düzəldəcəksiniz. Yəni mübadilə edib hər şeyi öz yerinə qoymaq bacaracaqsınız. Amma dövlətlə, rəsmiyyətlə əlaqədar bəzi işləriniz varsa ki, bu həftə onları çatdıra bilmədiyiniz üçün özünüzün beyin və düşüncələr, planlarınız qarışıq vəziyyətdə olacaq. Bu həftə o qədər sevgi, o qədər diqqət, o qədər nəvazişləyəcəyiniz bir vəziyyətdə olacaq ki, düşüncə və arzu xəyallarınızı gücləndirə bilməyəcəksiniz, özünüzü yeniləyə bilməyəcəksiniz. Əqrəblər sevgi və şəxsi həyatla əlaqədar, ailə ilə, sevgi münasibətlə əlaqədar böyük bir alanı zəbt etməyə ehtiyac yoxdur. Çünki şansınız bu həftə pul maddisal baxımındandır və həssaslığınız da həddən artıq çoxdur. Yuxularınız və qorxularınız aktivləşə bilər. Bunlara fikir verməsiniz bu həftə. Yuxularınızda aldığınız yarımçıqlıqlarınız, ətrafınızda olan narahatçılıqlar, qorxularınız sizin enerjinizi zəiflədə bilər. Əqrəblər enerjinizdə bilirsiniz, çox ani bir momentdə mənfiyə çevrilə biləcək pozisiyada olan bürclərsiniz. Ümumi dəyərləndirsək, hər şeyi ədalətli formada aparmağa çalışın. Yəni Sezarın haqqı Sezara deyilən bir məqam var. Ədaləti unutmayın. Çünki bu həftə ədalətli olmağınız sizi daha da gücləndirəcək, hörmət qazandıracaq. 71%-ə qədər həftənizi əqrəblər uğurda edə bilərsiniz. Həftəlik bürcüləri, qoçlar, şirlər, ox atanlar, od ünsürləri bu həftə nələr gözləyir? Od ünsürləri yenə şəxsiyyəti qarışdırıb kaş eləmişsiniz. Birinci qoçlardan başlayanda qoçlar o yatmış vəziyyətiniz, o belə deyim də daxili təkliyiniz var. O daxili təkliyinizdən qoçlar çıxmağı bacaracaqsınız. Sosiallığınızı artıracaqsınız, özünüzü pul, maddiyyata doğru hər şey ədalətli şəkildə aparmağa çalışacağınız və addımlarınızı sağlam formada aparacağınız zamanda olacaqsınız. Sadəcə mənə çatmayan məqam odur ki, yəni heç bir yerdə bu həftə qoçlar özlərini xoşbəxt hiss eləməyəcəklər. Yəni ətrafında olan bütün insanlarda, belə deyim də, topluluğun tərkibində istədiyiniz kimi gücləməyiniz yoxdur. Şansınız var, maddiyyatınız var, beyin daxili belə deyim də boşluqlarınız çoxdur. Düşdüyünüz mühitdə istədiyiniz sosiallıq əldə edə bilməyəcəyiniz bir məqamda olacaqsınız. Bu həftə nə istədiyinizi bilmirsiniz, qoçlar, xəbəriniz var. Çünki elə bir vəziyyətdəsiniz ki, baxın, addımlayırsınız, dayanırsınız, addımlayırsınız, dayanırsınız. Yəni bu həftə udarınız yoxdur, sadəcə bu həftə özünüzün gücsüzlüyü var, özünüzün narahatçılığı var, özünüzün boş yanaşmaları var. Hər şey sanki bu həftə sizin üçün boş olacağını düşünürsünüz və yarımçıq addımlarla gələcək həftələrə doğru da belə enerji ilə gedəcəksiniz. Bu enerji düşkünlüyüdür, bu udarlar və yaxud da böyük bir narahatçılıq səbəbi deyil. Əksinə çox gözəl şansınız var ki, pulla, maddiyatla bağlı, hədiyyələrlə bağlı özünüzü aktivləşdirə bilərsiniz. Sadəcə insanların sizi baxışı olaraq, hərəkət olaraq sıxdığını düşünəcəksiniz və özünüzü gücləndirə bilməyəcəksiniz, qoçlar. Şirlər. Heç biri gözləmirdim. Şirlər bu həftə ruhsal enerjinizi kimdəsə, haradasa axtaracaqsınız. Hər zaman özünüz ruhsal enerjinizi gücləndirməyə balans edən insanlar. Bu həftə, belə deyim də, hər şey normaldır, amma qoçlar kimi
İstəyirəm, diqqət istəyirəm, güc istəyirəm, sevgi istəyirəm, danışmaq istəyirəm ki, bu həftə yanaşmalarınız olacaq. Sanki bir balaca pauzaydı, boşluqda qalacaqsınız və boşluğu davam elətdirəcəksiniz. Yəni, yatmaq istəyiniz çox olacaq, hərəkətsiz dayanmaq istəyiniz çox olacaq, böyük bir yenilənmə istəyiniz olacaq. Sadəcə bu həftə o qədər sevgi şəxsiyyətə yüklənmişsiniz ki, yəni, o qədər diqqət istəyəcəksiniz, o qədər nəvaziş istəyəcəksiniz, o qədər insanların sizə doğru sağlam formada güc vermələrini, enerji vermələrini, sevgi vermələrini istəyəcəksiniz ki, bu boşluğu doldura bilməyəcəksiniz. Həftənin cümə axşamından sonra ümumiyyətlə belə deyim də tam elə bir hər şey axarına buraxmış, o dalğavuz, o günəşimiz, o emosionallığımız dayanmış bir vəziyyətdə olacaq. Allah xeyir eləsin. Ümumi pis deyil əslində qalsa, bu monoton vəziyyət, bu dalğalanmamağınız, bu enerjili bir vəziyyətiniz bir müddət dayanmış vəziyyətdə olacaq. Həftəlik dəyərləndirsə şirlər 75%-ə qədər uğurlu edə bilərsiniz. Qoçların həftəsini dəyərləndirsə şirlərdən daha şanslıdırlar. 78%-ə qədər ola bilər. Amma həftənin uğurlularından biri də oxatanlar sizsiniz. Oxatanlar bu həftə sərtliyiniz, maddi sağlığınız, pul maddiyyatla bağlı şanslarınız, kral və kraliçə kimi özünüzü istək və idarəvizə doğru gücləndirməyiniz və bu həftənin uğurlularından məncə birisiniz. Çünki həftəvizi 87-86%-ə qədər uğurlu edə biləcək gücünüz var, potensialınız var, emosionallığınız var, şansınız var, məntiqiniz var, hər şey var. Yəni yeni bir tanışlığa doğru belə yeni yol aça bilərsiniz. Düzdür, uzun müddətli tanışlıq deyil, oxatanlar. Amma yeni bir tanışlıqlar sizin ətrafınızda ola bilər. Gözəl həftədir, çünki imperatriça gəlir, böyük arkana kartların aktivləşməsi, tılsım pul aktivləşmələri həddən artıq çoxdur və maddiyyatınızın cəzbedici şəkildə sizə doğru gəlməsi uğurlu bir həftə olacaq vatanlar. Narahatcı bir həftə deyil. Bir balaca gözlə başla nə qədər narahatçılıqlarımız var. Onları biraz fikir versək, oxatanlar uğurlu həftədir.